Hər vaxtınız xeyir olsun. Bugünkü verilişimizdə milyonlarla müsəlmanın 30 gün ərzində tutduğu orucun orqanizmə və ruha bəxş etdiyi faydalardan bəhs edəcəyik. Yaxşısı budur, diqqətiniz bizdə olsun. Ramazan ayına nəyə görə 11 ayın sultanı deyirlər? Bu ayda tutulan orucun faydaları nələrdir? Oruc saxlamaq həqiqətən insanı cavanlaşdırır? Kimlərə oruc saxlamaq olmaz? Ramazanda saxlanan orucun insan psixologiyasına təsiri. Bütün bu və başqa sualların cavabı az sonra yaxşısı budur da. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, Ramazan ayının ən mühüm ibadəti sayılan oruc orqanizm üçün çox faydalıdır. Birincisi, həzm problemlərini aradan qaldırır. İkincisi isə psixoloji cəhətdən müsbət təsirə malikdir. Ramazan ayına 11 ayın sultanı deyirik. Allah Resulü sallallahu aleyhi və alihi və səlləm buyurur ki, əgər insanlar Ramazanın nə olduğunu bilsəydilər, 11 ayın Ramazan olmağını istəyərdilər. Ramazan ayının daxil olduğu gündən mübarək Rəsul buyurur ki, cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirə vurulmuş olar ki, insanlar Allaha rahatlıqla ibadət edə bilsinlər. Orqanizm bir dinlənmə periyoduna çəkilir. Amma əgər biz daimi olaraqdan qida qəbul etsək, xüsusən də bu qidalar karbonhidrat ağırlıqlı və ya un məmulatlarına daha çox üstünlük verərəkdən biz orqanizmimizi birazcıq yormuş oluruq. Yəni nə olur? Mədə-altı vəz, mədə-bağırsaq sistemi, öd, qaraciyər daha çox işləməyə məruz qaldığına görə nisbətən birazcıq loru dildə desək yorulurlar. Xüsusi olaraq Ramazan ayının içərisində bir gecə var idi. Bunun adına Qədir gecəsi deyilir. Qədir gecəsi Ramazan ayının son 10 günlüyünün içərisində bir gecədir. Nə üçün gizlənibdir? Gizli olduğunun sirri və hikməti də yenə Allaha məxsusdur ki, biz Ramazan ayının hər gecəsinin qədrini bilək, Ramazan ayının son 10 günlüyünü gözəl şəkildə yaşayaq, ihya edək, o gecələrdə Allaha daha çox yönələk və nəticə etibarilə bir gecə Qədir gecəsini ihya etsək, bir gecə Qədir gecəsi Qur'an-ı Kərimdə ayədə buyurulur ki, 83 ildən, yəni 1000 aydan daha xeyirlidir. Oruc elə bir ibadətdir ki, oruc mükafat olaraq Rəbbimiz tərəfindən verilir. Rəbbimiz buyurur ki, oruc mənim üçündür və onun mükafatını mən özüm verirəm. İnsan orqanizminə fasilə vermədən daim bol-bol yeyir və içirsə, bədəndə zəhərli maddələr toplanır. İl ərzində sistemli qida qəbulundan yorulan orqanizm bu ayda sanki dincəlir. Biz qida və su qəbul etmirik. Bunun sayəsində orqanizm öz rezervlərindən, öz depolarından istifadə etməyə başlayır və bu da başda pi toxumasının azalmasına gətirib çıxarda bilər. Amma unutmamalıyıq ki, pi toxuması orqanizmdə toksinlərin deposudur. Bu zaman müəyyən toksin atılımı da olacaq. Məhz bu baş ağrısına, biraz halsızlığa, yorğunluğa gətirə bilər. Yəni burada çox diqqətli olmaq lazımdır. Əgər oruc tutan insan, xüsusən də bunu ilk günlərdə, ilk həftədə hiss edə bilər, ciddi narahatçılıq hiss edəcəksə, bir həkimlə məsləhətləşməlidir. Ötən əsrin sonlarında dünyada oruc tutmağın əhəmiyyətini anlamayanlar bu ritualı birmənalı qarşılamırdılarsa, indi çoxları ac qalmağın bir çox müalicəvi xüsusiyyətlərə malik olduğunu anlayıblar. İnsülin dirəncini qıraraq da demək var ki, biz çəki verməmiz rahatlaşır və qaraciyər yalğanmaması və bir çox orqanlar üzərindəki müsbət effektin ortaya çıxmış olur. Orucluq zamanı sağlam insanın orqanizmi 3 mərhələdən keçir. Birinci mərhələ adaptasiyadır. İlk 10 gündə orqanizm aclığa tədricən adət etməyə başlayır və qaraciyərdə toplanan ehtiyat qlikozadan istifadə edir. Daha sonra maddələr mübadiləsi və orqanizmin bütün funksiyaları zəiflədiyi üçün bədənin hərarəti bir qədər azalır. Qanda şəkərin səviyyəsi düşür. İlk bir həftədə əsasən baş verən dəyişkənliklər bizim bədənimizdə olan, xüsusən də xolesterol dediyimiz maddələrin ehtiyatda olan yağ depolarının parçalanması baş verir bədənimizdə. Xüsusən də artıq ilk bir neçə gündən sonra artıq yeni bir kalori, yeni bir enerji daxil olmadığına görə bədən başlayır ilk həftədə öz deposunu, xüsusən də yağ hüceyrələrindən başlayır buradan istifadə etməyə. Ona görə ilk etaplarda əslində biraz daha insanlar daha rahat ola bilirlər ki, bəzi adaptasiya prosesi keçdikdən sonra rahat ola bilirlər. Oruc zamanı ilk 10 gündə orqanizm özünü bərpa edir. Həmin dönəmdə o enerjini orqanizmin bütün hissələrinə paylayır. Üstünlüyü isə əsasən başa və ürəyə verir.
Bütün bunlar orqanizmin enerjisini sürətlə yaxşılaşdırır. Bu mərhələdə qidalanma zəngin və balanslı olmalıdır. Orucluq zamanı daha çox zülallı qidalara, yəni proteinli qidalara üstünlük vermək lazımdır. Daha çox o qidalardan istifadə etmək lazımdır. Çünki proteinli qidalar bizi həm uzun müddətli tox tutacaq, həm də hüceyrələrimiz üçün, əzələlərimiz üçün lazımlı olan zülalı biz qəbul etdiyimiz zülallı qidalardan əldə edəcəyik. Oruç tutan insanların duzlu qidalara, acı qidalara istifadə etməməsi, müraciət etməməsi tövsiyə olunur. Çünki həm duzlu, həm acı qidalar bizim daha çox susamağımıza səbəb olacaq və insanlar oruç tutan zamanı uzun müddətli bir aclıq periodu olduğuna görə susuzluğu daha şiddətli hiss edəcəklər və biraz əziyyət çəkə bilərlər. Amma biz bununla yanaşı karbohidratlı, yəni şirniyyatdan zəngin qidalardan da səhər, iftar, yəni sahurda biz onlardan uzaq dursaq daha yaxşı olar. Detoks effekti dediyimiz effektin bir çox orqanlara xeyri var ki, bunları bir də vurğuladığımız kimi beyin hüceyrələrinədir ki, çünki biz beyin hüceyrələri ən həssas hüceyrə qrupuna daxil olur və deyərəm ki, bir insan uzun müddət ac qaldıqdan sonra və yaxud da bir insan qidalanma rejiminə əməl etdikdən sonra detoksu birinci beyin hüceyrələri qəbul edir və beyində bu nə dəyişikliklər baş verir ki, bir insan diqqət dağınıqlığı olan insanın artıq diqqət dağınıqlığı aradan qalxır. Qavramasında problem olan insanların qavrama xüsusiyyətlərində ciddi şəkildə müsbət təsir baş verir. Və eyni zamanda bu dəridə də xarakterlikdir ki, bizim dəri hüceyrələrimiz xüsusən də yenilənmə periodunda biz bu Ramazan dönəmində dərinin daha yaxşı olmasını, dərin hüceyrələrinin daha yaxşı yenilənməsini biz müşahidə edə bilərik ki, amma bəzən də nə ola bilər ki, sahurda və yaxud da iftarda yetəri qədər su içməyən insanlarda bu dediyimiz müsbət tərəflərin hamısını demək olar ki, üstünə xətt çəkə bilərik biz. Çünki bizim bu dediyimiz yenilənmək üçün, bədənimizdəki immun sistem üçün, bədən hüceyrələrimizin yeni hüceyrələrlə əvəz olması üçün mütləq lazım olan şeylərdən biri də meyarında sudur. Həzm sistemini ciddi istirahət eləməyə çağırır oruc. Bax, burada da önəmli məsələ istirahət etmək. O deməkdir ki, biz əvvəlki günlərdə, ümumiyyətlə ilin 11 ayında olduğu kimi gündə 3 dəfə, 4 dəfə, 5 dəfə istədiyimiz zaman yeməməyə məcburuq və bunu könüllü şəkildə, niyyətli şəkildə edirik və hər bir oruc tutan insan həzm sisteminin necə rahatlaşdığını qeyd eləyə bilər. Sonrakı mərhələ detoksikasiyadır. Yəni orqanizm artıq aclığa öyrəşib və toksinlərdən təmizlənməyə başlayıb. Bu mərhələdə yoğun bağırsaq, qaraciyər, böyrək və dəri detoksikasiya prosesindən keçir. Beyində xüsusən də artıq tam olaraq yaddaşın düzəlməsi, beyin hüceyrələrinin adaptasiyon prosesi rahat keçdiyinə görə insanları daha rahat qavrama xüsusiyyəti artır. İnsan diqqət dağınıqlığı olan insanların bu etaplardakı proseslər toparlanır. Önəmli məsələ burada zülal kütlələrimizdir. Biz iftarda, imsaqda zülallı qidaları yeməsək, yəni bura istər yumurta, istər heyvan mənşəli ət məhsulları, süd məhsulları, bitki mənşəli zülallar, paxlallar, noxud, mərci, lobya, qoz, çərəz, bunlar hamısı daxildir. Bunları yeməsək, vücud öz zülal ehtiyatından itirə bilər, əzələ qatından itirə bilər. Bax, bu zaman immunitetə biz mənfi təsir verə bilərik. 15-30 günə 3-cü mərhələ, yəni yenilənmə baş verir. Hüceyrələrin genetik aparatı yeniləndiyi üçün aclıq zamanı yeni kök hüceyrələr əmələ gəlir və bəzi orqanlarda əlavə hüceyrələr yaranır. Bədənimiz artıq Ramazan dönəmində öz hüceyrələrimiz artıq yeni bir mühitə adaptasiya olunur və yeni köhnə loridi də desək, övü hüceyrələrimiz artıq köhnə hüceyrələrimiz yenilənir, yenilərin əvəz olunur. Çünki biz bu dönəmdə artıq bu yenilənmə prosesi daha sürətli olur. Və ona görə də lorididə demiş olsaq, bizim o köhnə, artıq uzun müddətli yaşayan hüceyrələrimiz artıq bu prosesdə yeniləri ilə əvəz olunur ki, və bu da bizim üçün əlbəttə ki, öz müsbət effektini göstərir. Mütəxəssislər orucun sağlam şəkildə arıqlamağa kömək etdiyini deyir. Hətta elmi şəkildə sübut olunub ki, bu dönəmdə orqanizmdə toplanan əlavə yağlar yanmağa başlayır. Oruc metabolizmin sürətlənməsinə yardım edir. Həzm sisteminin dincəlməsini təmin edərək kaloriləri daha sağlam yolla yandırır.
Birinci növbədə mədə-bağırsaq sistemində ciddi yenilənmə gedir. Bizim mədə-bağırsaq traktımız ciddi şəkildə rahatlayır. Həm mədənin C2 qişası, həm bağırsağın C2 qişası bu etapda demək olar ki, ciddi şəkildə öz-özünü yeniləyir və bu da bizim üçün çox böyük bir rol oynayır. Bir də əsas müsbət effektlərindən biri də bədənimizdə olan pis xolesterolun miqdarını ciddi şəkildə azaldır ki, bu da öz-özlüyündə bədənimizdə olan ciddi yağlamanın qarşısını alır. Ürək qan damar sistemində, xüsusən damarların daxilində olan xolesterol tıxaclarının qarşısı alınır. Qaraciyər yağlanmasında ciddi şəkildə öz faydasını göstərir. Ekspertlər az yemək ömrü uzadır deyir. Çünki həyatı qısaldan ən mühüm amillərdən biri metabolizmin yavaş işləməsidir. Fasiləsiz qidalanma buna misal ola bilər. Pəhriz saxlayanda çoxumuz qaydaları pozuruq. Xüsusilə stressli zamanlarda bu vəziyyət daha da kəskinləşir. Oruc 30 gün ərzində davam etdiyi üçün aclığa müqavimət gücümüz daha da artır. Nəticə etibarilə Ramazan ayından sonra aclığa daha da dözümlü oluruq. Oruç tutanlar mədə ağrılarından, həzm sistemində diskomfortdan, bir dispepsik əlamətlərdən şikayətçidirlərsə, burada ciddi araşdırma aparılmalıdır. Əgər hətta yemək qəbulundan sonra keçdisə belə, bu bir gastroenteroloji patologiya, eroziya, bəlkə mədə yaralarına və s. dəlalət edə bilər. O simptomları sadəcə oruç tutanlar öz səviyyəsində dəyərləndirməməlidir. İdealda həkimi ilə məsləhətləşməlidir. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Oruc orqanizm üçün həm də ona görə faydalıdır ki, nəyi və nə zaman yemək lazım olduğuna nəzarət edirik. Lakin bir aydan çox davamlı aclıq çəkməyi məsləhət görülmür. Çünki artıq bu arıqlamağa kömək etməyəcək. O səbəbdən ki, bədəniniz artıq piyi enerjiyə çevirmək mərhələsini bitirib, enerji əldə etmək üçün əzələləri yandırmağa başlayır. Verilişimizin məşhur qonaq rubrikasında sevilən aşıq müğənnimiz, həm də əməkdar mədəniyyət işçisi Aşıq Samirədi qonağımız. Xoş gördüm sizi. Xoş gördük. Necəsiz? Çox əla, çox yaxşı bayram havasında. Necə ola bilər ki, maşallah bayramlarımız bayramlara calanıb. Bəli, bayram bayrama qarışdı bu il. Siz də elə milli geyimdə, çox gözəl libasdasınız bu günləri. Həm də bu günləri bizim Ramazan bayramımızdır. Əlbəttə. Sizi bayram münasibətilə ilk olaraq təbrik edirəm. Neçə gözəl bayramlara. Amin, amin. Allah qismət eləsin ki, hər il sağlam canla, xoş əhval ruhiyyə ilə, Allaha olan eşqimizlə, məhəbbətimizlə bu Ramazanları rahat-rahat orucumuzu tutaq. Amin. Allah tuta bilməyənlərə də qismət eləsin. Allah xəstələrimizə şəfa versin. Allah dünyamızı qorusun, əmin-amanlıq olsun. Bu Ramazanın bərəkəti ilə bizi sevindirsin, müjdələsin. Mövzumuz oruç tutmağın insan orqanizminə faydalarıdır. Bu 30 gün ərzində Samirə xanım özündə, orqanizmində hansı dəyişiklikləri hiss elədi? Ramazanda ümumiyyətlə nəinki orqanizmdə, yəni cismimizdən əlavə ruhumuzda da çox böyük dəyişikliklər hiss olunur. Tam razıyam sizlə. Həqiqətən bir başqa bir həyat eşqi yaranır insanda. Ramazan ayı olmayanda, yəni digər aylarda. Mən az yatanda, tamam əhvalım olmur. Nə bilim, susuz, çaysız, kofesiz qala bilmirəm qətiyyən. Yəni o biraz kofenin vaxtı gecikəndə, çayın vaxtını gecikdirəndə artıq stres gəlir. Yəni bu Allahın qüdrətidir ki, Ramazanda bunlar heç biri baş vermir. Çox rahatlıqla, heç yadına düşmür. Əksinə həvəslə o gözləyirsən, o iftara qədər ki, vaxtını həvəslə gözləyirsən və xüsusi hazırlaşırsan və bir üstünlüyü də odur ki, belə də bəlkə nə tapdıq yeyirik də, harada necə gəldi, vaxtım var bunu yeyim. Amma iftar üçün gündə bir dəfə yeyirsən deyənə çalışırsan ki, canına xeyirli olan, yaxşı, tərəvəzi, hər şey yerli-yerində olsun ki, orqanizminə faydalı olan qidalarla qidalanasın. Hətta hiss eləmişsiniz də, həmin o dönəmdə insan əlavə biraz, nə bilim, uyğun olmayan qidanı qəbul edəndə artıq görürsən ki, o deyilsən, nəysə çox narahatçılıq keçirirsən. Elədir, elədir. Ona görə də bu ay elə bil ki,
özünün özünə bir həkimlik ayıdır da. Özün Eynən. özünə həkimlik eləyirsən. Hər şeyə diqqətlə yanaşırsan, sağlamlığına, yediklərinə, içdiklərinə fikir verirsən. O da bir Allahın qüdrətidir də səni vadar edir. Zaten bu ay elə onun üçündür. Şükranlıq duyğumuz Bəli, da artır. Bəli. Şükür etmə Elə bir duyğumuz. həyatdan belə rahat, huzur içində olursan. Adamın, insan ruhunu Allah bir huzurla doldurur. Gözəl aydır, çox gözəl aydır. Yenə deyirəm, tək ki, hər il bunu yaşayaq, qismət Amin, olsun. amin. Allah sizə can sağlığı versin ki, Amin, rahat amin. şəkildə orucunuzu hər il tuta biləsiniz. Amin. Və bu bayrama yaxınlaşdıqca da həm sevinirsən ki, bu ayı bütün tuta bildim də orucumu. Fəxr edirsən. Həqiqətən adam özü ilə fəxr eləyir də Tam ki, razıyam. sanki bir mükafatlandırırsan da özünü ki, nə yaxşı. Həm də biraz da kədərlənirsən ki, bu müddət Tez bitir. bitdi. Eynən. Müddət bitir, təəssüf ki. Amma çox xoşlayıram Ramazan adətlərini, xüsusən də bayram ərəfələrində ki, hamımız bir-birimizlə bayramlaşırıq. Həm insanlar gedirlər, bayram namazları qılırlar, orada bir qucaqlaşırlar, bir təbrikləşirlər. Gözəl ab-havadır. Həmişə tək elə oruc süfrəniz ruzili bərəkətli olsun. Gözünüzdən o gözəl işıq, üzünüzdən o gözəl nurunuz Amin. əskik olmasın. Canınız sağlam olsun. Həmişə də elə hər ildə rahat şəkildə orucunuzu tuta biləsiniz. Amin. Allah öz rəhmi ilə, öz sevgisi ilə, öz ruzu bərəkəti ilə hamımızı müjdələsin. Bayramınız mübarək. Bayramınız mübarək. Neçə gözəl Ramazanlara. Çox sağ olun. Elmi tədqiqatlar orucun zehni funksiyaları artırdığını irəli sürür. Belə ki, bu dövrdə beyin yeni kök hüceyrələrin yaranmasını dəstəkləyir və kimyəvi maddələrin ifraz olunmasını təmin edir. Oruc immun sistemini möhkəmləndirir, sərbəst radikalların səbəb olduğu zərərlərin aradan qaldırılmasını təmin edir, iltihabı azaldır. Həmçinin xərçəng hüceyrələrinin yayılma sürətini ləngidir. Elmi tədqiqatlara əsasən heyvanlar xəstə olanda yeməyi azaldır və dincəlir. Beləliklə oruc da orqanizmi ac saxlayaraq sağlamlığımıza mənfi təsir edən infeksiyaları azaldır. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Ramazan bütün günahlarınızdan xilas ola biləcəyiniz rəhmət ayıdır. Müsəlmanlar bu ayda mənəvi və maddi gözəlliklərin bərəkətindən faydalanmaq üçün oruç tuturlar. Əgər hər hansı bir xroniki xəstəliyiniz varsa, oruç tutmazdan əvvəl həkimlə məsləhətləşin. Yəni əgər bir insanda ciddi böyrək çatışmazlığı varsa, ciddi qaraciyər çatışmazlığı varsa, şəkərli diabet, xüsusən insülin terapiyasında olan bir insandırsa və yaxud da şəkəri nizamlana bilmirsə bir insan, ciddi ürək-qan damar sistemi xəstəliyi varsa, mədə xorası, bağırsağında ciddi yaraları varsa bir insanın və ən önəmlisi də xəstə əgər immun sistemi ciddi zəifləmiş bir şəxsdirsə, bu zaman bu insanların oruc tutmasını çox da tövsiyə eləmirik ki, çünki bədəndəki prosesi daha da ağırlaşdıra bilər. Almaniyada Otto Buchinger'in orucla müalicə üsulu çox məşhurdur. Hazırda dünyada bir çox insana da onu tətbiq edirlər. Almaniyanın Bad Pyrmont şəhərində 1920-ci ildə yaradılan Buchinger xəstəxanası illərdir ki, xəstələri orucla müalicə edir. Professor özü hələ 40 yaşında xroniki arterit xəstəliyinə tutulub və bu səbəbdən 50 arabasında yaşamağa məhkum olub. Adi tibb vasitələri heç bir işə yaramayanda Otto Buchinger oruc tutaraq bu xəstəliyə qalib gəlib. Öz üzərində keçirdiyi şəxsi təcrübədən sonra professor orucun təsirləri ilə daha ciddi maraqlanmağa başlayıb və yeni müalicə üsulunu inkişaf etdirib. O bu üsula müalicə yaradıcılığının kral yolu adını verib. Buchinger üsulunda xəstələr sadəcə olaraq meyvə şirəsi və tərəvəz şorbası içərək az kalori qəbul edir və daha çox hərəkətdə olurlar. İnsan cismani və ruhi varlıqdır. Fiziki xəstəliklərin müalicəsi üçün həkimlər başda yoga olmaqla bir çox idman növlərini və meditasiya üsullarını təklif edirlər. Amma oruc bu üsulların hər birindən daha da faydalıdır. Elmi baxımdan sübut olunub ki, oruc insanı həm fiziki, həm də ruhən sakitləşdirir. Biz Quran-Kərimin ayələrinə baxırıq ki, Uca Rəbbimiz buyurur ki, mən sizə şah damarınızdan yaxınam, kişi ilə onun özünün arasına girərəm,
Ey Rəsulum, qullarım, bəndələrim məni səndən soruşsalar, de ki, onlara çox yaxınam. Əslində Ramazan ayının mahiyyəti bizdən yaxın olan Allaha yaxınlığı hiss etməkdir. Allaha yaxın olmaqdır, Allahı tanımaqdır, Allahı dərk etməkdir. Yəni biz bir cisim daşıyırıq, bir də ruhdan ibarətik. Təkcə vücudumuz cisim və ruhdan da ibarət deyil, bir də qəlbimiz vardır. Allah bir hədis qüdsüdə buyurur ki, mənim ərşim nə yerə sığar, nə göylərə sığar, amma mömin bir bəndəmin, qulumun qəlbinə sığar. Peyğəmbərimizin hədislərindən birində bildirilir ki, Ramazan ayı gələn zaman cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Çünki bu ayda insan xüsusilə öz nəfsinə qalib gəlməyi öyrənir. Ac qalmaq işin zahiri tərəfidirsə, işin batini tərəfində bizim dilimizi oruç tutmağımız, gözlərimizi oruc etməyimiz, qəlbimizi oruc etməyimiz, qulağımızı oruc etməyimiz, düşüncə və təfəkkürümüzü Allahdan qeyri hər şeyə qarşı oruc etməkdir ki, hətta kimsə bizə sataşanda, söz atanda əlimizi sinəmizə qoyub, qardaşım mən oruçluyam deyib mübahisədən, mücadilədən uzaq durub Allaha yönəlmək ən başlıca bir vəzifəmiz olmalıdır. Oruc insana Allahın varlığını və böyüklüyünü gözəl bir şəkildə anladır. Onu Tanrıya, gözəl əməllərə yaxınlaşdırır. Günün müəyyən saatlarına qədər qidadan imtina edən insan əməllərinin də saflığını qorumalıdır. Əslində Ramazan ayında biz ac qalmaq vasitəsilə nəfsimizi tanımış oluruq. Əslində nəfsimiz də bir dənə deyil. Quran-Kərimdə nəfsin 7 mərtəbəsindən Uca Rəbbimiz bəhs edir. Nəfsin ən aşağı mərtəbəsi əmməratu bis-sudur, pislikləri əmr edən nəfsdir. Və düşünün ki, nəfsimiz gecə-gündüz bizi ancaq pisliklərə sürüklüyor. Gecə-gündüz ancaq bizlərə pislikləri əmr edir. Və biz Ramazan ayının orucunu tutmaqla artıq o pis vərdişlərdən, pis düşüncələrdən, pis əməllərdən dolayısıyla uzaq qalmış oluruq. Orucun ən başlıca səbəblərindən, mahiyyətindən biri insanın həm vücudunu təmizləyir. Allah Resulü buyurur ki, oruç tutun, sağlam olun. Oruc insanı xeyirxahlığa, insanpərvərliyə səsləyir. Acı və kobud ifadələrdən uzaqlaşdırır, qəlb qırmamağa çağırır. Oruç tutmaq insana eyni zamanda mənəvi sağlamlıq qazandırır. İnsan tutduğu oruçlar vasitəsilə mənən təmizlənir, qəlbi lazımsız məşğuliyyətlərdən, lazımsız sevgilərdən, lazımsız o qəlbimizə yığdığımız sevgilər vardır, məhəbbətlər vardır. Onlar artıq Ramazan orucu vasitəsilə təmizlənmiş olur. Və bu qəlbimizin təmizlənməsi qəlbdir, ruhdur, nəfsdir. Bunlar bir-biri ilə mənəvi olaraq əlaqəli məsələlərdir ki, qəlbin təmizlənməsi, rahatlanması insanın ruhunu rahatlaşdırır. Allah Resulü buyurur ki, insan vücudunda bir orqan var, o rahat olarsa bütün vücud rahat olar. Əgər o narahat olarsa bütün vücud narahat olar. Diqqət edin, bu qəlbdir. Allah Resulü qəlbə diqqət çəkir ki, əgər qəlb rahat olursa, insanın vücudu rahat olur. Və qəlbin rahatlığı nədədir? Uca Rəbbimiz Quran-Kərimdə buyurur ki, Ələ bi zikrilləhi tətməinnul qulub. İnsanın qəlbi ancaq Allahı zikr eləməklə rahatlıq tapar, aramlıq tapar. Ramazan ayının son günü verilən ziyafətlər, göz aydınlıqları, xeyir duaların sevinci hər bir müsəlman üçün çox müqəddəs bir anlam daşıyır. Deyirlər ki, insan Ramazan orucunu inanaraq və savabına ümid edərək tutarsa, bu müqəddəs ayda başqalarına da yardım edərsə, keçmiş günahları bağışlanmış olar. Əziz xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Əslində Ramazan bayramı da insanların bir-birinə sevgi ilə, şəfqətlə, mərhəmətlə yanaşması, zənginlərin, varlıların, yoxsullara, fəqirlərə yardımlar etməsi və xüsusi olaraq 44 günlük müharibədə Azərbaycanımızın ərazi bütövlüyündə canlarını qurban verən şəhidlərimiz var. O şəhid ailələrini daima xatırlamaq, daima yadda saxlamaq, onlarla təbrikləşmək, onlarla bayramlaşmaq və eyni zamanda da əziz yaralı qazilərimizi də unutmamaq lazımdır. Bir daha xalqımızın, Ümmət-i Muhammedin bayramı mübarək olsun. Bizim üçün əlbəttə ki, Ramazan bir ibadətdir, oruç tutmaq bir ibadətdir. Amma ən önəmli ibadət bədənimizə verdiyimiz sağlamlıqdır ki, bədənimiz üçün lazım olan sağlamlıq periodları yerinə yetirməkdir ki, ona görə həzə mən bunu deyirəm ki, bədənimizə fayda verəcək hər bir şey əslində bizim üçün bir ibadət kimi qəbul edilməlidir. Çünki ən yaxşısı da budur. Yaxşısı budur ki, orucluq zamanı daha çox zülallı qidalara üstünlük verək, ət, balıq, yumurtadan bol istifadə edək və orucluq bitdikdən sonra isə mütləq sudan daha çox istifadə etməklə
ağır qidalardan uzaq duraq. Yaxşısı budur ki, Ramazan ayı bitdikdən də sonra qida qəbulunuza eyni ilə diqqət ayırın. Sahuru səhər yeməyinə, iftarı axşam yeməyinə keçirdin və balanslı şəkildə bir günorta yeməyiniz olsun. Bu zaman orqanizminizə böyük fayda verəcəksiniz və su içməyi gün ərzində sözsüz ki, unutmayın. Artıq bildik ki, dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən məsləhət görülən orucla sağlam bədənə və ruha sahib ola bilərik. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik.